insanlar emosiyalarını nəzarətdə saxlamağı bacarır, bəziləri isə qəzəbləndikdə tamamilə idarəni itirir. Astroloqlar bildirir ki, bu xüsusiyyətlər insanın bürcü ilə də bağlı ola bilər. Bəs hansı bürclər əsəblərinə hakim ola bilmir? Qoç. Qoç bürcü enerjili və təşəbbüskardır, lakin onların əsəbi də eyni dərəcədə sürətlidir. Əqrəb. Əqrəblər sakit görünsə də içlərində qəzəblərini toplayırlar. Onlar əsəbləşdikdə çox dərin və uzun müddətli kin saxlaya bilirlər. Şir. Şirlər liderlik xüsusiyyətlərinə malik olduqları üçün fikrinə qarşı çıxmaq bəzən çətin ola bilər. Oğlaq. Oğlaqlar adətən soyuqqanlı və təmkinli insanlardır. Lakin uzun müddət yığılan stres və haqsızlıq onların səbir kasasını daşıranda çox sərt reaksiya verə bilirlər. Xərçəng. Xərçənglər çox həssasdır və ətrafdakı insanların davranışlarını dərindən hiss eləyə bilirlər. Dolça. Dolçalar adətən sakit və mehriban olsalar da, onları əsəbləşdirən bir vəziyyətlə qarşılaşdıqda reaksiyaları gözlənilməz ola bilər. Əgər bu bürclərdə ünsiyyətdə olarkən onların səbrini daşırmaq istəmirsinizsə, mümkün qədər diqqətli davranmağa çalışın.